Yaşlı insanlarda nəyə görə tez-tez yuxu problemləri rast gəlinir? Belə insanlar çox tez yuxuya gedə bilmirlər və yaxud da ki, yuxuya gedirlər, amma yuxuları qırıq-qırıq olur. Gecə yuxunun arasından tez-tez ayılırlar. Bunun bir neçə səbəbi var. Birincisi, yaşlı insanlarda yuxu hormonlarını ifraz eləyən epifiz vəzidə kiçilmə, atrofiya gedir. Necə ki, yaşla əlaqədar olaraq ümumi beyində atrofiya gedir, eləcə də beyin daxilindəki epifiz vəzinin də atrofiyası baş verir və həmin o yuxu hormonunun ifrazı getdikcə azalmağa başlayır. Bundan başqa yaşlı insanlarda gündüz mürgüləmələr olur. Yəni insan nə qədər çox gündüz mürgüləyərsə, yatarsa, axşam yuxusu o qədər daha səthi və qırıq olacaq. Ona görə burada məsləhətim odur ki, gündüz mürgüləmələrini azaltmaq lazımdır. Yaşlı insanlarda bioloji ritmdə müəyyən qədər pozuntular yaranmağa başlayır. Xüsusilə yaşlı insanların gecə yuxularını narahat eləyən problemlərdən biri gecə ağrılarıdır. Yaşlı insanlarda bilirik ki, xroniki xəstəliklər baş qaldırır. Xüsusilə xroniki oynaq xəstəlikləri, şəkər, təzyiq. Bax, bu xroniki ağrılar yaşlı insanların gecə tez-tez oyanmalarına və yuxularının qırıq-qırıq olmağına səbəb olur. Odur ki, əgər sizdə bu əlamətlər varsa, yuxunuz narahatdırsa, çox kəsilirsə, müraciət eləyin, biz sizin xroniki ağrılarını müalicə eləyək, yuxu hormonunun miqdarını düzəldək və nəticədə bu yuxu problemlərindən azad olacaqsınız.